Mən Həsən Övran Məzahiroğlu, Füzuli rayon Kərimbəri kəndindən olmuşam. 15 ilə yaxın xüsusi qüvvələrdə xidmət eləmişəm və Vətən müharibəsi başlayanda Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərdə döyüşlərdə iştirak eləmişəm və mənim döyüş yolum ilk Kəlbəcərdən oldu və 4 gün orada şiddətli döyüş gedəndən sonra və biz oradan çəkildi və Milli Ordunun şəxsiyyətini yerləşdirdik. Yerləşdirdən sonra gəldik Cəbrayıl istiqamətinə. Və şəhərin özünə çatandan sonra və xəritəni açdıq, gördük ki, Cəbrayıl şəhəridir. O şəhərdən şəhəri qalmamışdı. Yenə dediyimiz kimi veyran eləmişdilər, dağıtmışdılar, inanmırdıq. Kədərlənirdik ki, şəhid vermişik. Sevindirici o hal idi ki, şəhərin birini işğaldan azad elədik, düşmən tapdağını azad elədik Cəbrayıl şəhərin. Füzulinin kətləri çox idi, həddən artıq kətləri çox idi və özüm Füzulidən olduğum üçün də özüm üçün qürur keçirirdim ki, mənim bu döyüşləri, mənim əməyim oldu bu döyüşlərdə. Mənim 7 yaşım var idi, o Füzulidən gedən vaxt ərəfələrdir və 7 ay çadırda yaşamışdım və o hissi yaşamışdım və düşmənin nifrət həddən artıq çox idi. Füzuli şəhərində şiddətli döyüşlərimiz gedib. Oktyabrın 16-sı idi. Oktyabrın 16-sı mən o döyüşdə ağır şəkildə yaralandım. 17-si Füzulinin işğaldan azad olundu və Qospala yerləşdirildim və 3-cü qrupla təyin olundum. Təyin olundan sonra Vətən müharibəsindən sonra, Vətən müharibəsi bitəndən sonra Cənab Ali Baş Komandanımız göstərişi ilə Əmək və Sosial Müdafiə Nazirinin Dost Mərkəzində işlə təmin olundu.